Əl-Bələd Şəhər surəsi. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. La uqsimu bihadal balad. And içirəm bu şəhərə. Və ente hillun bihadal balad. Sən də o şəhərin sakinisən. Və validin və ma valad. Laqad xalaqnal insana fi kabad. And olsun valideynə və onun törəməsinə. Biz insanı çətinlik içində xəlq etdik. Əyəhsəbu ən lən yəqdir aleyhi əhədun yəqulu əhləktu mələn lübədə. O, heç kəsin ona gücü çatmayacağını mı güman edir? O deyir, mən çoxlu var dövlət sərf etmişəm. Əyəhsəbu ən ləm yərəhu əhəd. O, heç kəsin onu görməyəcəyini mi zənn edir? Ələm nəcəl ləhu əynəyni və lisənən və şəfətəyni və hədəynəhun nəcdəyn. Məyər ona iki gözü biz verməmişikmi? Bir dillə iki dodaq verməmişikmi? Onu iki yoxuşlu yola yönəltmədikmi? Fələqtəhəməl əqabətə və mə ədrakəməl əqabətü fəkku rəqabəh. O isə sərt yoxuşu aşmağa can atmadı. Sən nə bilirsən ki, sərt yoxuş nədir? Fəkku rəqabətin əv iطعamun fi yevmin zi məsğabətin yetimən zə məqrabəh. O, bir kölə azad etməkdir və ya acılıq günündə möhtaca yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir yetimə, Əv miskinən zə mətrəbəh. yaxud acılıqdan yerə uzanmış kasıba, Thumma kana minəl-ləzīnə əmənu və təvəsav bis-sabri və təvəsav bil-mərhəməh. sonra isə o, iman gətirən, bir-birinə səbr və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Ulaikə ashabul meymənəh. Onlar sağ tərəf sahibləridir. Vəl-ləzīnə kəfəru bi-əyətinə hum ashabul məşəməh. Aleyhim nərun muqsadah. Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir. Od onların üzərində qapanacaqdır.